Salam, hər kəs xoş gördük. Bizim Toyuqlar kanalında yeni maraqlı bir video ilə dostlar yenidən qarşınızdayım. Bildiyiniz kimi toyuqlarım kürt düşüb və bir ördəyimiz o cümlədən kürt düşüb. Artıq toyuğumuzun biri balalarını çıxardıb, yeni cücələrimiz var. İstəyirəm onları göstərəm sizə və cücələrimə necə qulluq edirəm. Videomuzun mövzusu əsasən bu olacaq və nə yeniliklərimiz var, toyuqlarımın yumurta məhsulları necədir, bu haqda sizlərə məlumat verəcəm, məlumat paylaşacağım. Amma videomuzun mövzusuna keçməmişdən öncə kanalımıza hələ də abunə deyilsinizsə, abunə olun. Bu mənim üçün həqiqətən çox önəmlidir və like'larınızı, bəyənmələrinizi videomuzdan əsirgəməyin ki, kanalımız daha sürətlə böyüsün, daha yaxşı inkişaf etsin. Hədəfimiz bildiyiniz kimi 100.000 abunə olmaqdır inşallah və bunu sizin sayənizdə inşallah ki edəcəm. İndidən hər birinizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun. Burada bir selebritsimiz yaman maraqlanır. Gəlib belə yaxına. Toyuqlar həqiqətən də hər şeylə maraqlanan belə deyim canlılardır. Dostlar, bəyənmələrinizi, fikirlərinizi rəy bölməsində, bəyənmələrinizi əsirgəməyin, rəylərinizi də videomuzun şərh bölməsində yazın, qeyd edin ki, videomuz daha çox ön plana çıxsın. Burada dostlar bizim cücələrimiz var artıq. Bu ilk kürt yatan toyuqlarından idi. Artıq bu balalarını çıxardıb, yeni çıxırlar bunlar görmüş olduğunuz kimi. Orada 3 yumurtamız var. Ümidliydim ki o yumurtalardan da çıxar. Yəni doluydular, amma nədənsə çıxmadı. Yəqin ki bugün inşallah onları götürəcəm buradan. Cücələrimə dostlar necə qulluq edirəm? İstərdim bu haqda biraz məlumat verim sizlərə. Cücələrimi hardasa biz belə saxlayırıq ümumiyyətlə. 10 gün müddətində yumurta qaynadılmışı veririk. Əlavə olaraq şirin su, şirin çay belə bir şeylər veririk ki, cücələrimiz mayalansınlar, daha möhkəm olsunlar, inkişafları daha yaxşı gedir belə olan halda. Yəni əvvəllər 1-2 gün verirdik yumurta qaynadılmışını və şirin suyu. Nədənsə zəif olurdu bəziləri, tələf olanlar olurdu. Harsası danışıram sizə bir 7-8 il bundan öncə, amma artıq cücələrimizi belə saxlayırıq. Həqiqətən də yaxşı effekti var bunun. Və 10 gündən sonra artıq keçirik 1 nömrəli cücə yeminə və böyüdükcə artıq yemin forması dəyişir, 2 nömrəli, 3 nömrəli və sonda toyuqlarımıza necə qulluq ediriksə, nə yem verirsə artıq bunlara da onu verib solpa vaxtlarına çatanda və artıq burada saxlamırıq əlbəttə ki, yaşıllığa buraxırıq, ətraf aləmlə tanış olurlar, özləri eşələnirlər, özləri qidalanırlar. Təbii ki bu anaları ilə birlikdə olur. Birazdan hardasa bir aydan sonra təqribən bunları artıq anaları ilə öz nəzarətimizdə çölə buraxacam ki, ətraf aləmlə tanış olsunlar, ətrafı öyrənsinlər. Havanın sərin vaxtlarında onu deyim sizə dostlar. Həm istidə tələf olmasınlar, istidə yorulmasınlar. Yəni bunu nəzərə alıb sərin vaxtlarda buraxıram. Bir də yanlarında dururam ki, əsasən bizdə cücələr üçün təhlükə yaradacaq canlı pişiklərdir və yırtıcı quşlardır. Yəni yanlarında dayanıram, əsasən pişiklərdir dostlar. Hətta dama da buraxanda, sərin yerlərə buraxanda damımıza indi qum sərmişik, oranı da göstərəcəm sizə. Orada da 2 toyuğumuz yatır. Ora bəzən pişiklər gəlir. Onlar da özlərini axtarırlar. Amma mən də bunları qorumalıyam. Toyuğumuz hələ də yumurtanın üstündə oturub o 3 yumurtadan cücə çıxarmaq istəyir, görürsünüz dostlar. Amma bir yandan da balaları ətrafda gəzir, bilmir yumurtaya baxsın, bilmir balalarına baxsın. Onu da deyim ki, 12 yumurta qoymuşduq. 12 yumurtadan bu toyuğumuz 9'un çıxarda bildi. Bu yaxşı göstəricidir əslində, pis göstərici deyil. Məncə superdir. Yəni 3 yumurtadan da bala çıxmadı, onlar dolu idiler. Toyuğumuz qalxdı ayağa, yəqin ki o yumurtalar artıq tələf olub içindəki cücələr. Belə dostlar, videonun iş dəqiqələrində bu haqda sizə məlumat vermək istədim. Onu da deyim ki, mən cücələrimə kimyəvi qatqı demək olar ki vermirəm. Biraz böyüsünlər. Bir ayların keçən kimi artıq sirkəli su verməyə başlayacağım. Əlavə olaraq sodalı su verəcəm, limonlu su verəcəm ki, bununla da immun sistemləri daha güclü olsun. Yoxsa müəyyən xəstəliklər onları yora bilər, tələf edə bilər. Əsas immun sistemlərini möhkəm saxlamaqdır. Hazırda anaları ətrafı onlara göstərir, belə eşəliyir. Bunlar da analarına baxırlar. Anaları həqiqətən onların həyat müəllimidir.
belə eşəliyir. Cücələr də yavaş-yavaş uyğunlaşacaq bu sistemə. Necə qaçırlar ora. İndi bunları biraz rahat buraxaq. Toyuqlarımı göstərim sizə necə yumurtlayırlar, yumurta məhsulları necədir yəni. Keçən videolarımda da göstərmişdim, toyuqlarımın bəzi qəribə yumurtlama yerləri var. Biri də buradır, hindimizin üzəridir. Və bəziləri gəlib bu çəlləkdə belə yumurtlayır. Hazırda bir toyuğumuz da burada oturub. Onu da deyim ki, ördəklərimizin ikisi çöldədir. Biri isə içəridə, o kürt düşüb. Onun da yanına birazdan gedərik. Bu çöldə olan ördəyimiz də yumurtlayır. Yəqin ki, hansı bir toyuğumuz kürt düşərsə, onun altına ördək yumurtası qoyacaq inşallah. Burada da bizim folluq başında gözləyən toyuqlarımız var. Bunlar çölə birazdan keçərik o biri folluğumuza da. Burada da bizim dostlar görə bilirsiniz yəqin ki, iki toyuğumuz oturub folluqda belə durmaq istəmirlər. Bu toyuğumuz çıxsın. Keçib indi bu folluqlara da baxarıq. Dostlar, folluqlarımızın vəziyyəti hazırda belədir. İşığımızı da yandıraq. Görürsünüz dostlar folluqlarımızı. Burada da 2 yumurtamız var. Yəni özlərinə qəribə yerlər tapırlar. Baxaq görək burada vəziyyət necədir. Nərdivanımızı belə qoydum bura, indi çıxaq. Görək burada vəziyyət necədir. Burada da toyuğumuz bir yumurta verib belə dostlar. Bir maşallahınızı alıram. Ümumiyyətlə toyuqlarımın yumurta məhsulları yaxşıdır. Hardasa 100%-dən 90%-in üzəri məhsuldarlıqları var. Həqiqətən də yaxşı göstəricidir. Keçək ördəklərimiz tərəfə görək, bu ördəklərimiz burada nə fəaliyyət göstərirlər. İnşallah ki, ördəklərimizin sayı artar. Burada da ördəyimizi dostlar görürsünüz. Çox narahat etməyək. İnkubasiya dövrünü rahat yaşasın, narahatçılıq vermək istəmirəm ona. Bu biri toyuqlarımızı da, kürt yatan toyuqlarımızı da göstərmək istəyirəm sizlərə. Bu balaca qutuda yatanın yaxın vaxtda yəqin ki, düzələri olacaq. Çox rahat yatıb, çox sakit yatıb. Yemi, suyu, hər şey qarşısında dostlar. Biri toyuğumuz isə, digər qara toyuğumuz isə bu qutudadır. Bunun da yemi və suyu qarşısındadır. Havalanmaq üçün yer də var. Bilməm buradan görə bilirsiniz yoxsa yox. Burada biraz sakit səslə danışıram. Görmüş olduğunuz kimi damımızın yerinə burada qum səpmişik. İnşallah toyuqlarımız, düzələrimiz burada eşələnəcəklər. Kalsium ehtiyaclarını buradan ödeyə biləcəklər dostlar. Keçək həyətimizə, həyətimizdəki müəyyən əkin işlərimiz var idi. Onları göstərmək istəyirəm sizlərə indi. Burada bizim pomidorlarımız var. Maşallah. Üzərlərində yaxşı bar var dostlar. Burada da bizim bu şaftalı ağacına oxşuyur. Meyvəsi, şaftalı meyvəsi. Bu əkilən ağaclarımızdandır bu. Orada da digər ağaclarımız var. Bunlar da bar verirlər. Burada pomidor, biber bu sıralarda küləkdən qorumaq üçün belə ağac vurub yerə ip çəkmişik ki, kollar aşmasın, külək kolları əzməsin. Çiyələlərimiz də burada böyüyür. Hal-hazırda üzərində yoxdur. Çünki yemişik. Olduqca yeyirdik dostlar. Belə
gül açıblar. Buradan kartof da çıxartmışıq. Burada kartof əkmişdik. Burada görürsünüz. Qalıntıları var. Kartofumuzun arxa tərəfə də əkmişdim. Oradan da kartofları çıxartmışıq. Burada çiyələklərimiz var. Üzərində var inşallah. Yetişsin. Yeyərik. Burada da xiyar kollarımız var. Bunların da ilkin eləmişik. Üzərlərində var idi. Hal-hazırda yeni olmalıdır, səhv etmirəmsə. Amma tapmaq biraz çətin məsələdir. Bu güllərin dostlar gözəlliyinə baxın. Həqiqətən də bu təbiətin oyanmağı insanın ruhunu dincəldir. Çox axtarışlardan sonra dostlar xiyarları tapdım. Burada da biri var. Böyle tam olmayıb. Bu tərəfdə də var dostlar. Burada da 2 ədəd gördüm. Orada aşağıda da var. Daha doğrusu burada 3 ədəd var. Bilmirəm siz görə bilirsiniz yoxsa yox. Maşallah olsun ki pomidorlarımız bu il yaxşı bəhrə verib, yaxşı məhsul verib. Həqiqətən də bura baxın. Kolların üzerine bakın dostlar. Xırda böyüyürlər, inkişaf edirlər. Salxım pomidorlarımız var. Bir maşallahınızı alaram. Keçən il də əkmişdik. Yəni keçən ilə nisbətdə bu il superdir, bu il yaxşıdır. Burada turplarımız da var idi. Turplar da qəşəng məhsul götürdük. Orada şüydlərimiz var. Artıq turplarımız toxumlanma dövründədir. Yəqin ki toxumlarından da götürərik. Qabaqda reyhanlarımız var. Onları da göstərim sizə. Burada bir ağacımız da var. Onu da göstərim. Onun da meyvələri var. Balaca da elə xırda meyvələri var. Telefonum fokuslasın. Videoya dostlar burada başlamışdıq. Burada da yekunlaşdırıram. Toyuqlarımı, cücələrimi, həyətdə əkdiyimiz tərəvəzləri sizlərə göstərməyə çalışdım. Nələr eləmişik, nələr edirik. Vlog şəklində bir video çəkdim və cücələrimin hazırki vəziyyətini sizlərə göstərməyə çalışdım. Toyuqlarıma baxıram, polluqdan hələ də durmayıblar. Yumurta məhsullarına baxmaq istirdim. Bu toyuğumuz yadıma gəlir, keçən il 2 dəfə yəni cücə çıxarmışdı. Həqiqətən də məhsuldar toyuqdur. Balalarını sevən toyuqdur. Hər birinizə dostlar təşəkkürümü bildirirəm. İnşallah yeni videolarda görüşərik. Bəyənin videolarımızı, like qoyun videolarımıza, fikirlərinizi yazın. Fikriniz yoxsa bir smailik qoyun. Dəstək məqsədidir bunlar. İnşallah ki kanalımız daha yaxşı yerlərdə olar. Hər birinizə dərin təşəkkürümü bildirirəm. İnşallah yeni videolarda görüşərik. Sağ olun, salamat qalın. Allah'a emanet olun.